Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif fizika dərsliyində bərk cisimlərin təzyiqi mövzusunu öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçməmişdən qabaq hər zaman dediyimiz kimi uşaqlar, öz gələcəyimizin mimarı məhz siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayaq dərsimizə. Əvvəlcə uşaqlar burada öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırığa baxaq. Birinci tapşırıqda deyir ki, Nicat əvvəlcə iki eyni kərpicdən birini süngərin, daha sonra ikinci kərpici birinci kərpicin üzərinə şəkildəki kimi yerləşdirdi. A variantında soruşur ki, ikinci kərpici birincinin üzərinə yerləşdirdikdə süngərə təsir edən qüvvə və süngərin səthinə edilən təzyiq necə dəyişir? Baxın uşaqlar, əvvəlcə biz birincini analiz edək. Yəni süngər və üzərinə kərpic qoyulur. Süngərin üzərinə kərpic qoyulduğu zaman hansı proses yerinə yetirir uşaqlar? Deməli, kərpicin özünün kütləsi var, bir M kütləsi, bir də kərpicin özünün səthinin sahəsi var. Düzdürmü? Səthinin sahəsi də olsun S. Bu zaman yaranan təzyiq, yəni bax, birinci halda deyirəm, birinci hal. Birinci halda yaranan təzyiq necə olur? P1 bərabərdir. F bölünsün S düsturdur. Təzyiqli düzdür. Burada F'in yerinə nə yazaram? M vurulsun J bölünsün səthin sahəsi S. Baxın, birinci halda bir kərpic var və kütləsi M-dir və buna görə də mən təzyiq qüvvəsini yazanda P1 bərabərdir. M vurulsun J bölünsün S yazıram. Amma ikinci hala baxıram uşaqlar. İkinci halda kərpicimiz bax burada M kütləli qalır. Amma qalmağına baxmayaraq daha bir kərpic gətirirəm eyni kütləli və üzərinə qoyuram. Diqqət edək, kərpici digər kərpicin üzərinə qoyuram. Digər kərpicin üzərinə qoyduğuma görə burada səthin sahəsi dəyişirmi? S dəyişirmi? Xeyr, səthin sahəsi dəyişmir. O zaman yazaq ikinci hal. Səthin sahəsi S bərabərdir konstant qaldı. Konstant yəni sabit, dəyişməz deməkdir. Bəs təzyiqi necə yazaram? P bərabərdir F bölünsün yenə S. Amma burada F2 yazıram artıq. F2-nin yerinə nə yazacağım? M plus M, yəni əvvəl M kütləmiz var idi. Daha sonra bir M kütləli də kərpic qoydum. Vururam J-yə, bölürəm səthin sahəsinə. Olur 2MR bölünsün səthin sahəsi. Diqqət edək uşaqlar. Əvvəlcə necə idi? Əvvəlcə təzyiqimiz P bərabər idi. MJ bölünsün S. Daha sonra digər kərpici də qoyduqdan sonra 2MJ bölünsün S vəziyyətinə gəlib düşdü. Demək ki, təzyiqimiz nə oldu? 2 dəfə artdı. Artdı. Yəni, bu şəkildə hesablaya bilərsiniz. İstəsəz, burada biz onu sübut da edə bilərik ki, necə 2 dəfə artdı. Baxın, burada uşaqlar P1-in P2 olan nisbətini yazaraq bərabərdir. Daha sonra MJ bölünsün S-in 2MJ bölünsün S olan nisbəti. Daha sonra yenə də yazıram. P1-in P2 olan nisbəti bərabərdir. MJ bölünsün S vurulsun tam əksi. S burada da 2MJ qalır. S-lərimiz ixtisar gedir, MJ-lər də ixtisar gedir. Burada qalır nə? 2-də 1. Diqqət edək indi uşaqlar. P2 bərabərdir 2P1. Burada da aldıq ki, yəni ikinci yaranan təzyiq, birinci yaranan təzyiqdən 2 dəfə böyükdür. Yəni riyazi yolla burada sübut etmiş olduq uşaqlar. Belə, bu şəkildə birinci tapşırığı həll etdik. Sonra ikinci tapşırıq gəlir. İkinci tapşırıqda soruşur ki, nə üçün dəmir yol reysləri taxta tirlər üzərində qurulur? Baxın, deməli, dəmir yol reysi bax budur, düzdürmü? İndi bizdən soruşur ki, niyə görə dəmir yol reysləri bu taxta tirlərin üzərində, bax, yəni bu tirlərin üzərində qurulmuş olur? Səbəb ondan ibarətdir ki, uşaqlar, reyslərin altında çox sayda beton blok döşəməklə səthin sahəsi artırılır. Və bu şəkildə reyslərin qatarın ağırlıq qüvvəsinin təsiri ilə yerə batmasının
qarşısını alır. Yəni səbəb bundan ibarətdir. Çünki mən burada taxta tircikləri yerləşdirməklə səthin sayəsini artırmış oluram və bu reyslərin yerə batmasının qarşısı alınır. Səbəb bundan ibarətdir. Səthin sayəsi artırılır. Belə uşaqlar, indi öyrəndiklərinizi tətbiq edin hissəsini bitirdik. İndi öyrəndiklərinizi yoxlayın hissəsinə keçək uşaqlar. Birinci sualda bizdən soruşur ki, kütləsi 60 kiloqram, ayaqqabısının bir tayının sahəsi 200 santimetrin kvadratı olan şagirdin döşəməyə göstərdiyi təzyiq neçə kilopaskaldır? Deməli uşaqlar, əvvəlcə verilənləri yazaq. Kütləsi M bərabərdir 60 kiloqram. Yazdıq. Və ayaqqabısının bir tayının sahəsi, yəni S bərabərdir 200 santimetrin kvadratı. Diqqət edək uşaqlar, bu 200 santimetrin kvadratıdır. Mən əvvəlcə bunu metrin kvadratına çevirməliyəm. Metrin kvadratına çevirmək üçün istəsəz 10 minə də bölə bilərsiniz. Bax, bu şəkildə daha rahat bu yoldur. 10 minə bölərəm, edər neçə? 0,2 metrin kvadratına. Yəni səthin sahəsi. Amma diqqət edək. Bu bir ayaqqabının səthinin sahəsidir. Amma şagird iki ayağı üzərində, döşəmə üzərində dayandığı üçün o zaman S tam, yəni tam səthin sahəsi nə qədər olacaq? S plus S, yəni iki ayağın sahəsini. Bir ayağın sahəsi 0,2-dirsə, digər ayağın da sahəsi 0,2-dir. İkisinin birlikdə 0,2 plus 0,2 bərabərdir 0,4 metrin kvadratı. Bu şəkildə. İndi təzyiqi hesablayırıq uşaqlar. P bərabərdir. F bölünsün S idi. P bərabərdir. F-in yerinə nə yazaram? M vurulsun R bölünsün səthin sahəsinə. Yenə də P bərabərdir. M nə qədərdir? 60. Vurulsun R-imiz də 10-dur. Səthin sahəsi, amma tam səthin sahəsindən söhbət gedir burada. 0,4. 0,4 bərabərdir. Deməli edəcək 15.000. Bəli, 15.000 paskal. Mən indi bunu kilopaskala da çevirsəm 15 kilopaskal yazaram. 3-0 kilopaskaldan əvəz etmiş olduq. Belə uşaqlar, birinci tapşırıq həll olundu. İndi keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyir ki, şəkildə poladdan hazırlanmış müxtəlif təzad fiqurları göstərilir. Hansı fiqurların səthə təzyiqi onların masaya necə qoyulmasından asılıdır? Yəni, nə demək istəyir? Biz bilirik ki, təzyiqin düsturu P bərabərdir, F bölünsün S-dir. F-in yerinə mj bölünsün S yaza bilərəm, düzdür? Məsələn, birinci fiqurdan söhbət gedir. Birinci fiqur silindirdir, düzdür? Mən əvvəlcə silindiri bu şəkildə masanın üzərinə qoyuram. Və daha sonra, yəni o zaman səthin sahəsi nə olur? Bax bu, düzdürmü? Yəni P bərabərdir, F bölünsün S-dən səthin sahəsinə bax bu oturacağın sahəsini yazaram. Daha sonra mən bu fiquru dəyişib, indi digər, yəni bunu yan çevirsəm, aşağı hissəsi bu şəkildə, digər hissəsi isə bu şəkildə qalmış olacaq, düzdürmü? Bu zaman səthin sahəsi dəyişdi, əlbəttə ki, dəyişdi. Çünki əvvəlcə oturacağının sahəsi bu şəkildə idi. Daha sonra yan tərəfi üzərində dayandığına görə səthin sahəsi dəyişir. Diqqət edin, əgər səthin sahəsi dəyişirsə, kütlə dəyişmədi, sabitdir. Deməli, təzyiq dəyişmiş olur. Bu o deməkdir ki, burada, bu məsələdə səthin sahəsi dəyişən birinci fiqurdur, yəni silindir. Daha sonra fikir verək. Tutaq ki, mən bu fiqura baxmaq istəyirəm, kuba baxmaq istəyirəm. Kubda mən bu səthin üzərində qoysam da səthin sahəsi S-dir. İstəsəm bu səthin üzərində qoysam da səthin sahəsi yenə də S-dir. Yəni, mən bunu hansı tərəf üstə qoymağımdan asılı olmayaraq səthin sahəsi dəyişməyəcək. Əgər səthin sahəsi dəyişməyəcəksə, P bərabərdir F bölünsün S düsturundan. mj bölünsün S. M də dəyişmir, J də dəyişmir, səthin sahəsi də dəyişmir. Əlbəttə ki, təzyiq də dəyişməyəcək. Ona görə yəni üçüncü fiquru götürmərəm. Eyni zamanda kürə də ona aiddir. Kürədə də nə qədər fırlatsam da səthin sahəsi dəyişməyəcək. Amma diqqət edək bu fiqura. Konus. Konusu əvvəlcə mən bu şəkildə qoysam, səthin sahəsi bax, bu S-ə bərabərdir, düzdür?
Amma digər tərəf isə arxası üstə qoyduqda isə səthin sahəsi çox kiçikdir. S2 yazaq bura, burada bir. S2 S1-dən daha kiçik səthin sahəsinə malikdir. Demək ki, burada təzyiq dəyişəcək. Ona görə də konusu da götürmüş olaraq. Elə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın olmuş oldu. Amma yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz. Əziz uşaqlar, bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.